Doğru fikirləri deyir dəyərli yoldaşlar. Gəlin baxaq. Hə, çoxüzlü proyeksiyada kiçik miqyasdan xeyr, orta və böyük və orta, yəni miqyasdan istifadə eləməlidir. Çünki biraz kiçik ərazilər təsvir olunur, ona görə bir səhv. Deməli, doğru ifadələr dəqiqə. Doğru, kiçik miqyasdan qətiyyən burada ola bilməz. Lerik rayonun fiziki sahəsi həndəs sahəsindən daha çoxdur. Bəli. Ümumiyyətcə fiziki sahə, həm də deməli fiziki sahədə deməli həndəs sahəsindən yox, həndəs sahəsi tamamilə doğrudur. Bəli, bəli, fiziki sahə daha çoxdur. Strato vulkanlarda materik tipli yer qabında yaranır. Bəli. Məsəl üçün Hekla, Hekla, Vezuvi, demək Hekladır. Bəs bunlar Mano, Kemanola, onlar qalxanvarıdır. Yerdə qalan demək ki, strato vulkandır. Sonra davam eləyək. Burada Bakı şəhərinin yerləşdiyi meridian çevrəsi 3-cü sağ quşağında yerləşir. Fikri səhvdir. Niyə? Bakı şəhərinin yerləşdiyi meridian demir. Meridian çevrəsi deyirsə, 50 dərəcə şərq uzunluğunun əksi 130 dərəcə qərb uzunluğudur. 130 dərəcə 50 dərəcə şərq uzunluğu bəli, ola bilər 3-də. Amma 130 dərəcəlik qərb uzunluğu 3-də deyil. Aydındır? Təbii ki, bunu böləcəyik nəyə? 15-ə. Sonra da neçə sağ quşağı olsa 24-dən çıxacaq. Yəni, 3-cü fikir neçə? 4-cü fikir səhvdir. Fiord tipi sahələr cənub həmki rast gəlinir, bəli. Harda? Deməli, Çilinin cənubi-qərbində. Konus proyeksiya xəritələrdə Yeni Qvineya adası tərif olunmur, olur. Çünki niyə? Konus deməli, təqribən 60 dərəcəli enliklərdir, mülayim enliklərdir. Yeni Qvineya isə ekvatora yaxındır. Nə oldu? 2, 4, 5. Verin, varmı belə variant? Deyəsən yoxdur, amma yenə də 2, 4, 5-i nəzərinizdə saxlayın, dəyərli yoldaşlar. Baxaq növbəti suala. Deyir ki, verilmiş fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. D doğru, Y yanlış. Gəlin baxaq. Kiçik Qafqaz dağlarının yüksək dalğa hissəsi təbaşir çöküntülərdir. Əslində, Böyük Qafqazda orta Yura, deməli, təbaşir belə deyək, Yura təbaşir. Amma burada Kiçik Qafqazda, dəyərli yoldaşlar, orta ilə yüksəkdə inversiya var. Yəni, avtomatik olaraq Yura düşür, yəni orta dağlığa, təbaşir düşür yüksək dağlığa. Bir səhv. Y qoya da, yəni Y qoyaq buna. Orada da Sumqayıt çayları bir tektonik, bəli, doğrudur. Bir tektonik zonada axır. Qax, Şəki, Samux rayon Gürcüstan, Şəki səhvdir, yanlış. Naxçıvan Muxtar Respublika ərazisi orta illik temperatura gibi, orta illik yox. Orta illik temperatur amplituduna görə birinci ola bilər. Orta illik temperaturuna görə Kür-Araz ovalığıdır. Xüsusilə, məsələn, Kürdəmin, Neftçala, Salyan istiqaməti, yanlış. Kiçik Qafqazın şimal şərqində qış ayları quraqdır. Bəli, qışı quraq keçən mülayim, qışı quraq keçən soyuq. Doğru. Böyük və kiçik alagöllər dağ çəmənləridir. Bəli, çünki niyə? 2729 biridir, 2739 biridir. Ona görə zaten dağ çəməndədir. Y, D, yalan, Y, D, D. E variantı. Gəlin, baxaq görək bizə nə deyir. Bunu biraz bəlkə keçirdə aşağı bir dəyə bağışlayın. Əla. Uyğunluğu müəyyən etməliyik mütləq. Lənkəran və Qanı-Xəyri çay, düz radiasiya deyir. Lənkəran və Qanı-Xəyri çayda deyirsə, əgər mütləq şəkildə burada buludlu çoxdur, radiasiya azdır və radiyasiyada, yəni səpənlər radiyasiya var. 1. Onlar yer səthində kölgə yaradır, düz radiasiya. Termik təzyiq sahəsində ola bilər, bəli. Məsələn, termik alçaqda, ekvatorialda səpənilən, termik yüksəkdə, qütblərdə, deməli, düz radiasiya ola bilər. Hava doymuş vəziyyətinə yaxındır, səpənilən deməli, niyə? Çünki bulud var, yağıntıya yaxındır, sanki biraz vəziyyətə yaxın ola bilər. Qütb və tropik səhralarda hakimdir, hə, düz radiasiya. Ümumi radiasiyanın bir hissəsidir, ikisi də. 1-ə 2, 5, 2-yə 1, 4, 3-ə 3, 6, C variantı dəyərli yoldaşlar.